Gəlin bir anlıq dayanaq və reallıq dediyimiz şeyin əslində nə olduğunu sorğulayaq. Hər gün bir hadisənin digərinə səbəb olduğunu düşünürük. Bəs o səbəb anını heç görmüşükmü? Bu sualı bizə 18-ci əsr filosofu David Hume verir. O, hər şeyi təcrübəyə bağlamaq istəyirdi. Onun dərdi ideal fəlsəfə yox, ağlımızın reallıqda necə işlədiyini anlamaq idi. Onun fikrini anlamaq üçün gəlin əvvəlcə onun alətlərinə baxaq. İdeyalar necə yaranır? Hume'a görə hər şey təəssüratla başlayır. İdeyalar isə sadəcə onların biraz solğun kölgəsidir. Məsələn, tək buynuzunu heç görməmişsiniz, amma atı da, buynuzu da görmüsünüz. Ağlınız onları birləşdirir. İndi isə gəldik onun məşhur çəngəlinə. Hume deyirdi ki, bütün doğru fikirlər iki qola ayrılır. Bir tərəfdə məntiqi həqiqətlər var, 2 + 2 = 4 kimi. Digər tərəfdə isə təcrübə ilə bildiklərimiz. Yaxşı, bəs sabah günəş çıxacaq cümləsi? Gəlin bunu Hume'un çəngəlindən keçirək. Və maraqlısı budur ki, bu cümlə heç birinə uyğun gəlmir. Nə məntiqi zərurətdir, nə də təcrübi fakt. Bəs niyə buna bu qədər əminik? Hume'un cavabı çox sadədir. Sadəcə vərdiş etmişik. İndi gəlin eyni məntiqlə səbəb-nəticə anlayışına baxaq. Əsl zərbə bax burdadır. Bilyard topu digərinə dəyir, o da hərəkət edir. Biz A və B hadisələrini görürük, amma aradakı əlaqəni görmürük. Yəni, səbəbiyyət xaricdəki bir qanun deyil, ağlımızın yaratdığı bir his, bir gözləntidir. Yaxşı, bəs elm? Əgər səbəbiyyət sadəcə bir vərdişdirsə, onda elmi qanunlar nədir? Yığım elmi inkar etmir. Sadəcə deyir ki, elmin təməli məntiq yox, vərdişə əsaslanan inancdır. Bu fikrin təsiri təkcə elmlə bitmir. İndi gəlin teologiyaya nəzər salaq. Əgər səbəbiyyət qanunu deyilsə, kainatın bir ilk səbəbə ehtiyacı olduğu arqumenti də zəifləyir. Belə çıxır ki, dünyada gördüyümüz bütün o nizam və əlaqə bəlkə də sadəcə bir illüziyadır. Bəs əgər kainatda gördüyümüz nizam əslində elə öz ağlımızın bizə göstərdiyi bir aynadırsa?